Bakışlar dünyanı bağışlar mənə sevgilim. Ayrılıq yaman çətin, yaxır məni həsrətim. Gəl ruhumu şad elə, könlümdə ümid eylə. Dilim nəğmələr söylə, təklərə bir təkər sevirəm de. Salam uşaqlar, bugünkü videomuz Eşref Azərbaycanlı olsaydı necə olardı haqqında olacaq. Video keçməmişdən əvvəl Eşref həqiqətən də Azərbaycanlı olsaydı necə olardı fikirlərinizi yorumlarda yazın. İlk öncə videoya like atın, sonra kanalıma abunə olun, keçək videoya. Bu videonu 1000 like eləyək uşaqlar, sizə güvənirəm. Bu videoya həqiqətən də 1000 like gəlsə, yeni videomda sual-cavab videosu çəkəcəm. Zalim Pəli Əşrəfi aldı getdi, klarneti bir davne çaldı getdi. Gecə yarı getdi əqli başında, Əşrəf qəzaya düşdü maşında. Əşrəf təkin girdirmə variantı, set mi aldı? Bax, dəqiq o set variantı. Bax, Allah hamd olsun, kopyası var. Əşrəfin özündən çox Əşrəf olmuş. Bu videolardan sonra baxaq görək, Azərbaycanda Eşref Rüya dizisi çəkilsəydi necə olardı? Bu Rüya kim? Bir anlatsana. Duyduğuma göre çocuklu aşkın olmuş. Boş ver, boş ver. Neden? Sen anlat. Demek uşaklık vaktlarım idi. İşlediğim yerin kabakından bir kız geçiyordu. Ben o kızı gördüğümde vitsin kendimi bırakıyordum. Ama her defasında bir defa cesaret yapıp ona yaklaşamadım. O vaktandan beri onun adını ben Rüya koydum. Danışamıyorum ya, kötüme gidiyor. Neyine gidiyor? Devam et. Bir gün o kadar beynim sönmüştü ki, dedim bir Rüyanın kaldığı eve gizlin gedim bir ona bakayım görüm ne arıyor. Uzaktan Rüya'ya baktığımda ağlıyordu. Ben onu hiçbir zaman böyle görmemiştim. Benim de beynim konkret söndü. Baktığım zaman benim de tanımadığım biri onun otağından çıktı. Ben burada işlerin ters gittiğinin farkına vardım. Onun otağından çıkan Cede'nin arkasıyla düşüp onu öldürmek kararını aldım. Sakince yaklaşıp arkasından pıçkı yaptım. Sonra ise ben hapse atıldım. Bak böyle oldu Dana, böyle. Ya ne tesadüf. Çocuklukta benim de başıma böyle bir şey geldi. Yani bana da yaptılar. Sana da mı başına geldi? Peki, o zaman sen Rüya mısın? Ay Allah. İndi isə başqa senaryoya baxaq. Belə deyil də başqa cür necə olardı? Salam, ben Rüya. Rüya, seni neçə el bundan kapak aktara kaldım. Mehle kesim seni tapa bilmedim. Senin iyini özledim ben. Bilirsən ne kadar tarıkmışam ben? Ha, Oktay, biz de ailede 3 nəfərik. Anam, atam, bir də mən. Bəs siz ailədə neçə nəfərsiz? Ben yetimim. Kara kuleşlerle meşgulum. Oktay, normal danış da. Bu ne danışıqdır? Biz de ailede 6 nəfərik Dana. 2 qardaş, ata, ana. Ay Oktay, arxadan 3 dənə oğlan mənə söz atdı ye. Gözdə gəlirəm. Aleyküm mekraba. Yanımdaki kıza mı patkod ediyorsunuz siz? Sizin başınız mı kaçmış? Sizin hepiniz bir, ben tek. Anladınız mı? Sənə nə oldu? Sənin zatına nəhlət, heç kim sağa baxıb eləmir. Ahmam üçün onun üçün məsləhət gördü. Bızqır dayına. İndi də gəlin Eşref Rüya Azərbaycan dublajlarına baxaq. Ay kömələr, İkimizi bunlar üstüme öldürmək istəyirlər məni. Sən nə üçün muz uçağın üstünə? Bu şəpələr mənim bacımla fingirdaşır. Biz bir-birimizi sevirik. Ay sən kimsən mənim bacımı sevirsən, əynimə tuman alanmırsan. Dədəniz evdədir, gələk qız istəyək. Evdədir. Getdi onda mübarəkbazlığa. Çox sağ ol, əlləri dərd görməsin. Daha qəhvələr də gəldi deyə, bəlkə qızı istəyəsən də. Qızı istədi, elçilikdə yaxı. Ah, yaxşı, bunu bura qoyun, birazdan sortuqlayaram. Qızınız Uje bizim qızımızdır. Всё. Belə qız istəyirlər hə. Sədrədən tuman almıram, qız istəyim. Bunlar bir-birlərini sevirlər. Mən də gəldim ki, toylarını danışım. Sən belə qız istəyərlər. Kimsən ha sən? Eşref. Efreş? Rozvutumuş Eşref. Axtar bax gör kimə. Birdən razı olmasalar nə olacaq? Aydadır Rozvutumuş Eşref deyil, razı olmasın. Eşref bəy, bu uşağın işi gücü yoxdur axı. Alt paltarı satır. Tumuş satırsan, evi də yoxdur. Dəli sənsə Biləcərdə evi var. Biləcəri də. Dava çıxar düzükləri. Almamışam ki. Sənin görəcəyin işini Gəldim də qapını nəyə qırırsan elə bir karvansara qapısı deyə. bozarmaz. Həccə bilirəm. Qələt eləyirsən. Gedib camaata sukalamısan məni. Hər yerdə biabır eləmisən. Hələ bir üzümə də durursan. Nə demişəm ki camaata?
Özün yaxşı bilirsən nə demisən. Yalançının əndamını söydürmə mənə. Heç kim heç nə deməmişəm. Əlim dəydi. Nətər yəni əlimdəydi? Sənin mənə atdığın rozuvu tumuşdu stikerə. Neyini bilə-bilə eləməmişəm ki. Boyumu yerə soxmusan. Nə olar ki rozuvu tumuş giyinəndə? Bu dəqiqə ağzımdan çıxan deyəcəm sənə. Bezdirmisən daha məni, çıx get buradan. Göndərmisən də eşşək. Bax daş attı. Vay, yekə şey boyda qıssan camaatı içində tullanıb düşürsən. Eşinə qıdıram camaatı. Pulum olmayanda kimsə soruşur ki, nəsə lazımdır. Ən sevdiyim mahnı çalır. Uşaqlıqda bambalı kimi o qədər oynayırdım ki bu mahnıya. Dans eləyək. Kimlə? Sənə. Az yox, yox. Mən camaatın içində oynayıb eləyəndə öləm. Nə gedib vızqırdaq orada oynayaq, heç kim görməyəcək. Dedim yox da. Bəlkə başqa şey də elədi. Vəsiyo da görmür. Kişinin gözünü aç bağladın. Nədə baxmasın da. Hazırsan, başlayaq. La müzik. Alnı. Elə bil quruyub qaxaca dönmüş odunu oynadıram. Yaxşı da sən də çox tıncıqdırma da məni mayacanlandıram axı. Ay. Bəs oldu. Bağışda belə eləmədim. Mazola bastım. Məndən oynayanda ayaqlarıma baxma, üzümə bax. Neyniyim, elə paltar geyinmisən ki, diqqətimi yayındırırsan. Çox uğraş gedəsən. Fırladar ama səni. Nə oldu? Of, ağzımın iyi vurdu. Tut bu beşliyi. Oğlum, bəli. Davay dur bas bayra. Video buraya qədər idi. Daha çox belə videoların gəlməsini istəyirsinizsə, video like atıb kanalıma abunə olun. Sağ olun, salamat qalın.